İmam Hüseyin əleyhissalamın piyada vuruşarkən Kufəlilərə buyurduğu sözlərindən. Məni öldürmək üçün tələsirsiniz. Allaha and olsun ki, məni öldürdükdən sonra məndən başqa Allahın qullarından öldürdüklərinizdən heç biri üçün bu qədər peşman olmayacaqsınız. Heç bir qətlinizdə də mənim qətlim qədər Allahın qəzəbinə düçar olmayacaqsınız. Allaha and olsun ki, Allah sizi zillət və alçaqlığa düçar etməklə bizə kəramət inayət edəcək və sonra sizdən bizim intiqamımızı gözləmədiyiniz bir yerdən alacaq. Allaha and olsun ki, əgər məni öldürsəniz, Allah sizin aranızda ixtilaf və narahatlıqlar yaradacaq və siz bir-birinizin qanını tökəcəksiniz. Allah Teala bununla kifayətlənməyib, sizin üçün bundan dəfələrlə şiddətli bir əzab hazırlayacaqdır. İmam Hüseyin əleyhissalamın xütbələrindən. İmam Hüseyin əleyhissalam müharibə meydanında bütün dostlarını və səhabələrini qanlar içində görəndə mübarək saqqalını tutaraq belə buyurdu. Yahudilərə Allahın qəzəbi nazil oldu. Çünki onlar Allahın oğlu olduğuna inanırdılar. Nəsranilərə Allahın qəzəbi nazil oldu. Çünki onlar Allahın üçlükdən, ata, oğul və müqəddəs ruhdan ibarət olduğunu qəbul edirdilər. Məcusilərə də ilahi qəzəb nazil oldu. Çünki onlar Allahın yerinə günəşə və aya ibadət etdilər. Allahın qəzəbi öz peyğəmbərlərinin qızının oğlunu öldürmək üçün birləşən, əlbir olan qövmə daha artıq nazil olacaqdır. Allaha and olsun ki, qanıma boyanmış bir şəkildə Allaha qovuşana qədər zilləti qəbul edib zalimlara beyyət etməyəcəm. Daha sonra imam belə səsləndi. Allahın rizası üçün bizə kömək edəcək və Allah Rəsulunun hərəmini müdafiə edəcək bir kəs varmı? Bu anda qadınlar ağlayıb fəryad etməyə başladılar və nalə səsləri hər tərəfi bürüdü. İmam Hüseyin əleyhissalamın dualarından. Məhərrəm ayının 10-cu günü düşmən ordusu hərəkətə keçmək istədiyi zaman imam əllərini göyə qaldırdı və bu duanı oxudu. İlahi, hər qəm və kədərdə pənah yerim sənsən. Hər sıxıntı və çətinlikdə ümidim sənsən. Hər müsibətdə etibar etdiyim sənsən. Qəlbləri sarsıdan, çarələri azaldan, dostları qaçırdan və düşmənləri sevindirən bu qədər qəm və müsibətlərlə sənə şikayət eləyirəm. Başqalarından ümidimi kəsib sənə üz tuturam. Çünki qəm və kədəri aradan qaldıran, dəf edən sənsən. Hər nemətin vəlisi, hər gözəlliyin sahibi və hər arzunun son nöqtəsi də sənsən. İmam Hüseyin əleyhissalamın kəlamlarından. Burada İmam Hüseyin əleyhissalam öz ailəsi ilə vidalaşdı və onları səbirli olmağa dəvət etdi. Müsibətə hazır olun və bilin ki, Allah sizi yaxın bir zamanda düşmənlərin şərrindən xilas edəcək. Aqibətinizi xeyrə çevirəcək və düşmənlərinizi müxtəlif bəlalarla əzaba düçar edəcəkdir. Bu bəla və müsibətlərin qarşılığında sizə çoxlu nemət və kəramətlər bəxş edəcəkdir. Elə isə şikayətlənməyin və dilinizə dəyərinizi azaldacaq sözləri gətirməyin. İmam Hüseyin əleyhissalama aid xütbə. Vay olsun halınıza, ey müsəlman olduğunu iddia edənlər və ən pis məxluqların ardıcılları. Artıq bu mənim sizə eşitdirdiyim və bununla sizin üçün hüccəti tamamladığım son sözlərimdir. Məni öldürdükdən sonra öz dünyanızda rifah içində yaşayıb saraylarınızda dincələ biləcəyinizi güman eləyirsiniz? Heyhat! Heyhat! Çox yaxında
sizi elə şəxslər əhatə edəcəklər ki, bütün bədənləriniz titriyəcək, qəlbləriniz yerindən çıxacaq. Belə ki, nə qaçacaq, nə də gizlənəcək bir təhlükəsiz yeriniz olacaq. Siz insanların ən zəlili və bədbəxti olacaqsınız. Niyə də belə olmasın? Çünki siz Allah Rəsulunun qanını tökmək, uşaqlarını öldürmək, ailəsini susuz qoymaq və qadınlarını əsir götürmək üçün and içmisiniz. Şübhə yoxdur ki, mən sizdən 3 şeydən birini seçməyinizi istədim. Lakin çəkindiniz və zahiri gücünüz sizi aldatdı. Mən zalım Yezidə beyyət etməkdən Allaha sığınıram. Mənim kimi bir insan Yezid kimi zalıma heç vaxt beyyət etməz. Bu vüqarlı nəfslər və pak ruhlar zillətə boyun əyməyimizə icazə verməzlər və bizi izzət içində ölümə doğru hərəkət etdirərlər. Mən bu igidlərə qovuşmaq üçün necə də həsrət çəkirəm. Əli ilə Kərbəla meydanında qanlarına boyanan Bəni Haşimin igid qəhrəmanlarına işarə etdi. Allaha verdiyim əhdə vəfa edəcəyəm. Elə isə tədbirinizi tökün, hilənizi qurun və məni öldürmək üçün yubanmayın. 2-ci fəsil İmam Hüseyin əleyhissalamın məktubları. Saməd sözü haqqında. İmam Hüseyin əleyhissalamın Bəsrə xalqının Saməd sözünün mənası haqqındakı məktubuna verdiyi cavabı. Mərhəmətli və rəhimli Allahın adıyla. Bilmədən, elmi olmadan Quran haqqında danışmağa girişməyin və bəhsə girməyin. Çünki babam Peyğəmbərin belə buyurduğunu eşitmişəm. Kim Quran haqqında bilmədiyi şeyi danışarsa, öz yerini cəhənnəmdə hazırlasın. Allah Taala özü Quranda Saməd sözünün mənasını açıqlamışdır. Allah təkdir, Allah Saməddir buyurduqdan sonra bu sözü təfsir etmişdir. Doğmamış və doğulmamışdır. Onun heç bir tayı bərabəri, bənzəri yoxdur. Yəni, ona nə insana məxsus olan xüsusiyyətlər, məsələn, övlad və digər şeylər kimi, nə də qeyri-cismani şeylər, can və ruh aid ola bilməz. Həmçinin yuxulamaq, yuxu, xəyal, kədər, sevinç, gülmək, ağlamaq, qorxu, ümid, rəğbət bəsləmək, bezmək, acılıq, susuzluq kimi hallar da Allahda təzahür etməz. Allah ondan nəyinsə maddi, yaxud ruhani bir şeyin çıxmayacağı, nəyinsə doğulmayacağı qədər ucadır. Doğulmamışdır. Yəni, heç bir şeydən törəməmişdir. Digər maddi, cismani varlıqlar kimi deyil ki, yaradılışında öz cinsindən olan şeydən istifadə edərək, yararlanaraq, faydalanaraq yaransın. Bir əşyanın başqa bir əşyadan, bir heyvanın başqa bir heyvandan, bitkinin yerdən, suyun bulaqdan, meyvələrin ağacdan meydana gəlməsi kimi, yaxud da ruhani şeylərin öz qaynağından çıxması kimi. Məsələn, görmənin gözdən, eşitmənin qulaqdan, iyi bilmənin burundan, dadmanın ağızdan, danışığın dildən, tanıma və anlamanın qəlbdən, alovun daşların bir-birinə sürtünməsindən qaynaqlandığı kimi. Bəli, o Saməd olan Allahdır. O elə bir Allahdır ki, nə bir şeydən yaranmış, nə bir şeyin içindədir, nə də bir şeyin üzərindədir. Bütün şeyləri yaradan və xəlq edən O'dur. Hər şey onun iradə və qüdrəti əsasında yaranmışdır. Bir şeyin məhv olması da, qalması da yalnız onun iradəsindən, istəyindən asılıdır. Odur ki, Allah Saməddir. Elə bir Allah ki, nə doğmamışdır, nə də doğulmamışdır. Gizlini və aşkarı biləndir. O, hər bir şeydən, hər bir vəsfdən böyük və üstündür
və heç bir zaman bir kəs tanrılıqda, xaliqiyyətdə, rububiyyətdə, ibadət və itaət olunmada ona tay olmamışdır. İmam Hüseyin əleyhissalamın Həsən Bəsrinin qədər haqqında verdiyi suala cavabı. Allah tərəfindən biz Əhl-i Beytə xüsusi bir inayət bəxş edilmişdir. Buna görə də sənə qədər haqqında verdiyim izahı qəbul et. Kim xeyir və şərə, qədərə iman gətirməsə, o şəxs kafirdir. Kim etdiyi günahlarını Allahın boynuna atarsa, böyük bir günaha mürtəkib olmuş və Allaha çox böyük bir iftira atmışdır. Şübhəsiz ki, Allaha ikrahla bəndəlik edilməz, qalibliklə də asilik göstərilməz. O bəndələrini həlak etməz, amma onlara verdiyi mülkün də, gücün də sahibi odur. Əgər bəndələr itaət etmək üçün toplaşsalar, Allah onlara mane olmaz. Əgər günah etmək üçün bir araya gəlsələr, o, istəsə minnət edərək, onlarla günahın arasına fasilə salar. Bunu etməsə, onları günah işləməyə məcbur edən o deyildir. Allah onlara öyrətdikdən, qorxutduqdan və höccəti tamamladıqdan sonra günah işləmələrinə imkan verməklə onları bu işə məcbur etməmişdir. Onlara güc, imkan vermiş, əmr etdiyi şeyləri yerinə yetirib yetirməmək, qadağan etdiyi şeyləri tərk edib etməməkdə onları azad buraxmışdır. Onlara nəfslərinin meyl etmədiyi şeyləri yerinə yetirmək və nəfslərinin arzu etdiyi şeyləri yerinə yetirməmək gücü vermişdir. Həmd və səna Allaha məxsusdur. Elə bir Allah ki, onun əmr və qadağalarını yerinə yetirmək üçün bəndələrinə güc verdi və buna gücü çatmayanları da üzürlü saydı. İmam Hüseyin əleyhissalamın öz kənizini azad etdikdən sonra onunla evləndiyinə görə Muaviyyənin məzəmmət etmək üçün yazdığı məktuba cavabı. Sənin məktubun mənə çatdı. Məktubunda azad etdiyim kənizim ilə evləndiyim və Qureyşdən mənə uyğun olan biri ilə evlənmədiyim üçün məni məzəmmət etdiyini gördüm. Bunu bil ki, şərəf və nəsəb baxımından Allah Rəsulundan daha üstün olan yoxdur. Bildiyiniz kimi, bu qadın mənim kənizim idi. Allah Teala'nın razılığını qazanmaq üçün onu azad etdim. Sonra isə Allah Rəsulunun sünnəsinə uyğun olaraq onunla evləndim. Allah İslam dini ilə alçaqlığı ortadan qaldırdı. Onunla naqisliyi bizdən dəf etdi. Müsəlman bir şəxsi yalnız günaha görə məzəmmət etmək olar. Etdiyim bu məzəmmət ancaq cahiliyyət dövrünün məzəmmətidir.